Salam yoldaşlar. Bugünkü mövzumuz zamanlar, zaman uzlaşmaları olacaq. Əvvəlcə zamanlara bir qısa nəzər yetirək. Məsələn, bir feil götürək, play feili. Play feili üzərindən qısa şəkildə zamanların həm strukturun, həm də mənaların izah edək. Birinci başda indiki sadə zamanı, present simple. Present simple zaman, yəni indiki sadə zaman təkrarlanan ya da vərdiş halına düşmüş hərəkətləri göstərir. Yəni vərdişlərimizi göstərir, qısaca desək. Məsələn, I play football every Sunday. Hər bazar günü futbol oynayıram. Belə bunu zaman xəttində düşünsəniz, tutaq ki, bu danışıq anımız olsun. Bax, hər keçən bazar günü oynadın, ondan sonraki bazar günü oynadın, tutaq ki, bu bazar oynadın, növbəti bazar oynayasın, bir növbəti bazar yenə oynayasın. Bu hadisə fikir verirsə necə hadisədir? Təkrarlanan hadisədir. Müəyyən aralıqlarla təkrarlanır. Yəni indiki sadə zaman belə hərəkətləri göstərir. Mən hər bazar futbol oynayıram ya da hər bazar filan yerə gedirəm ya da həftədə bir dəfə filan iş görürəm. İldə bir dəfə rayona gedirik. Bu tipli cümlələri biz indiki sadə zamanda qururuq. Burası yəqin ki, aydındır. Keçmiş sadə isə keçmişdə bir müəyyən bir an düşünün. Həmin anda baş verib bitmiş hadisəni bizə göstərir. Yəni keçmişdə bir X bir anı düşünün, həmin anda olub bitmiş hadisəni bizə göstərir. Məsələn, I play football yesterday. Dünən futbol oynadım. Oldu, bitdi. Gələcək sadə zaman isə yoldaşlar, gələcəkdə müəyyən bir anda baş verəcək hadisələri göstərir. Məsələn, burada gələcəkdə bir X anı düşünün, həmin anda olacaq hadisəni bizə göstərir. Məsələn, I will play football next Sunday. Mən gələn bazar günü futbol oynayacağam. Məncə bunlar anlaşılan hissələrdir, çünki bizim dildə də bu şəkildə işlənir. İndi keçək bitmiş zamanlara. Bitmiş zamanlar isə əvvəlcə bitmiş zamanlar quruluşu barəsində qısa məlumat verək. Bitmiş zamanlar have üstəgəl feilin üçüncü forması ilə düzəlir. Sadəcə burada üçüncü forma dediyimiz şey nədir? Past participle forması nəzərdə tutulur ki, bəzi ədəbiyyatlarda sizə bunu bu şəkildə öyrədiblər ki, past participle formasını və ya past participle to formasını yazmanız tələb olunur. Odur, yəni kitabın arxasında yəqin ki, görübsə o feillər, tutaq ki, hər hansı bir feil götürək, məsələn, eat, yemək, keçmişi nədir? Ate, üçüncü forması nədir? Eaten. Yəni bizə lazım olan nədir? Orada sonda yazılan üçüncü forma. Yəni bu verb 1-dir, bu verb 2-dir, bu da verb 3-dür. Yəni o sonda yazılan üçüncü forma bizə lazımdır. İndi demək, indiki bitmiş zaman quruluşu necə olacaq? Have üstəgəl feilin üçüncü forması. Və təbii ki, üçüncü şəxsin təki olsa, bu arada has üstəgəl verb 3 olacaq. Bunu da nəzərinizdən qaçırmayın. Keçmiş bitmiş zamanda isə nə edəcəyik? Quruluşu necə dəyişəcək? Have-in, has-in keçmişi nədir yoldaşlar? Had. Olacaq nə? Had üstəgəl feilin üçüncü forması. Bu olacaq keçmiş bitmiş zaman. Gələcək bitmiş zamanda isə nə edirlər? Have üstəgəl verb 3 qalır yerində. Qarşısına ya shall ya da will yazırıq. Tutaq ki, yazıram will have verb 3. Bu isə olur nədir? Gələcək bitmiş zaman. Yəni have verb 3 indiki bitmiş, had verb 3 keçmiş bitmiş, will have verb 3 isə gələcək bitmiş zaman olur. Yəni yaranması bu şəkildədir. Məncə burası aydın məsələdir. Bəs mahiyyəti nədir indiki bitmiş zamanın quruluşu baxımından? Mahiyyəti ondan ibarətdir ki, ümumiyyətlə bitmiş zamanların hamısının mahiyyəti ondan ibarətdir ki, bitmiş zamanlar bizə nəticə göstərir. Yəni olmuş hadisədən, öncədən olmuş hadisənin ya da öncədən olacaq hadisənin nəticəsini bizə göstərir. Məsələn, baxın, I have played football this week. Bu həftə futbol oynamışam. Bu həftə futbol oynamışam cümləsində əslində futbol oynamağımız keçmişdə olub. Amma bu həftə içində olub. Nəticəsi hardadır? Günümüzdədir. Nəticəsi günümüzdə olduğu üçün məhz burada nə yazıram? İndiki bitmiş zaman. Amma hadisənin nəticəsi keçmişdə və gələcəkdə olmuş olsaydı, artıq keçmiş bitmiş və gələcək bitmişdən istifadə edərik. Məsələn, keçmiş bitmişə baxsam, I had played football by the time she came. O gələnə qədər futbol oynamışdım. O gələnə qədər oynamışdım. Nəticə hardadır? Onun gəlməsi anında
Yəni onun gəlməsi ilə əlaqələndiririk deyə. Yəni keçmişlə nəticə keçmişdədir. Və ya bunu gələcək etmişdə də yaza bilərəm. I will have play football by the time she comes. O gələnə qədər futbol oynamış olacağam. Və bunu zaman xəttində də göstərir. Bax, tutaq ki, keçmiş bitmişi göstərək öncə. Bax, onun gəlməsi, tutaq ki, o gələnə qədər futbol oynamışdı. Bax, bu gəlməsi bu an olsun. Gələnə qədər futbol oynamışdım. Fikir verirsən, hadisə onun gəlməsindən öncə baş verir və nəticə də harda göstərilir? Keçmişdə göstərilir. Ona görə keçmişdə istifadə edilir. Gələcək bitmişdə də tam tərsi olur ki, o gələnə qədər mən futbol oynamış olacağam. Onun gəlməsi x bir anıdır. Deyirəm, o gələnə qədər futbol oynamış olacağam. Yeni hadisə hansı zamanda nəticəni göstərir? Gələcəkdə. Məhz buna görə də gələcək bitmiş istifadə edirik. Yəni, qısaca indiki bitmişlər nə göstərir yoldaşlar? Nəticə göstərir. Quruluşları da bu şəkildə. Yəni, have verb 3, had verb 3, gələcəkdə isə will have verb 3 şəklində olur. Təbii ki, qaydalı feildirsə, bu arada qaydalı feildirsə id ilə düzəlir, yəni üçüncü forması. O da nəzərinizdə qalsın. Sonra keçdik davam edici zamanlara. Yoldaşlar, davam edici zamanlarında iki dənə quruluşu var. Bir sadə davam edicilər var, bir də bitmiş davam edicilər. Ümumiyyətlə, bütün davam edicilərin zaman quruluşu belə olur. Bir dəqiqə. Yəni, quruluşlar belə olur. To be üstəyər feilin aincili forması. Bu, bütün davam edici zamanların quruluşudur. Burada nə edirik? Sadəcə to be-ni zamana görə dəyişdiririk. Məsələn, fikir verin, to be-nin indiki zaman forması nədir? Əmizar. Yəni, bu adi bir şeydir, məktəb proqramında olan bir şeydir. To be-nin indiki zaman forması əmizardır. O zaman mən buraya nə yazıram? İndiki zamanda I am playing. Keçmiş zaman forması nədir? Was were. O zaman mən buraya nə yazıram? Was yazıram. Bəs gələcək zaman forması nədir? To be-nin gələcəyi olmadığı üçün qabağına will yazılır. Gələcək forması olur will be. Yəni, bax, fikir verirsiniz, quruluş bir dənədir. Will be üstəyər verb ainci. Sadəcə dəyişən şey nədir? Buradakı be-ni zamana görə dəyişdirirsiniz. Yəqin ki, aydın oldu. Bir də var, bitmiş davam edici zamanlar. Bitmiş davam edici zamanlar da əslində, gəlin əvvəlcə onun quruluşunu deyim. Bax, indiki bitmişin quruluşu bayaqlar dediyi nədir? Have üstəgəl feilin üçüncü forması. Davam edicilərin quruluşu nə idi? To be üstəgəl feilin aincili forması. Gəlin bunları riyazi olaraq toplasaq, görün nə alacaq? Have, been-in üçüncü forması nədir? Been, have been, üstəgəl verb ainci. Yəni, aldığımız quruluş bu olur ki, have been üstəgəl verb ainci alırıq. Və tutaq ki, bu have-dir, üçüncü şəxsi olacaq, has been üstəgəl verb ainci. Bəs keçmiş, bitmiş davam edicidə necə olacaq? Have-i nə ilə əvəz edəcəm? Had ilə olacaq had been üstəgəl feilin aincili forması. Gələcəkdə isə necə olur? Yoldaşlar, gələcək have-in ayrıca gələcək zaman forması olmadığı üçün mən burada nə edirəm? Qarşısına bir dənə will artırıram. Will have been verb ainci. Bu olursa nə? Gələcək, bitmiş, davam edici zaman forması. Yəni, yaranışı yenə də fikir verdiksə, yenə be verb ainci ilə yaranır. Sadəcə biz burada be-ni zamana görə dəyişdik. Be-ni burada nə elədik? Bitmiş zamanlarda yazdıq. Yəni, etdiyimiz şey oldu. Və quruluşlara baxsan, bax, I have been playing, indiki bitmiş davam edici. I had been playing, keçmiş bitmiş davam edici. I will have been playing, gələcək bitmiş davam edici zamandır. Yaxşı, bu quruluşları bu qədər. Quruluşlar yeni yerdə də bir daha baxa bilərsiniz. Bəs məna fərqləri nələrdir? Gəlin, indi onu izləyək. Əvvəlcə sadə davam edicilərdən baxaq. İndiki davam edici zaman danışıq anında davam etməkdə olan hərəkətləri bizə çatdırır. Yəni, danışıq anı nədir? Məsələn, bu dəqiqə mən hal-hazırda danışıram. Mən danışıram. Nə olur? I am speaking now. Ya da bu dəqiqə siz mənə qulaq asırsınız. You are listening to me. Bu, indiki davam edici zamandır. Məsələn, I am playing football now. Mən indi futbol oynayıram. Yəni, indi hal-hazırda davam etdiyini göstərir. Keçmiş davam edici zaman isə keçmişdə müəyyən bir zamanda davam etməkdə olan hərəkətləri bizə çatdırır. I was playing football when she came. O gələndə mən futbol oynayırdım. Gələcək davam edici zaman isə gələcəkdə müəyyən bir anda davam etməkdə olan hərəkəti bizə çatdıracaq.
I will be playing football when she comes. O gələndə mən futbol oynamaqda olacam kimi ifadə edirik. Bir də var yoldaşlar, bitmiş daim zamanlar. Bəs maraqlı sual o ola bilər ki, sadə daim zamanla bitmiş daimizin fərqi nədir? Sadə daimizlərlə bitmiş daimizlərin bircə dənə fərqi var. O da nədir? Müddət anlayışıdır. Baxın, öz üzərimdən izah etdiyim nümunəyə diqqətlə qulaq asın. Yəni bu hissəyə diqqət edin, mən dediyim bu hissə. Bax, tutaq ki, hal-hazırda mən danışıram. Hal-hazırda mən danışıram nədir? I am speaking-dir, düzdürmü? I am speaking now. Belə yaza bilmirəm. I am speaking now. Bir də var, deyirəm ki, yoldaşlar, mən 10 dəqiqədir ki, danışıram. O nə olur? I have been speaking for 10 minutes yazırıq ki, müddəti göstərirəm. Mən 10 dəqiqədir ki, danışıram. Bu artıq bunu hansı zamanda yazdım? Sadə daim yerinə bitmiş daim zamanda yazıram. Gəlin mənalara bir daha baxaq. I am speaking now. Mən hal-hazırda danışıram. Hərəkətin davam etdiyini görürük. Amma mən deyirəm ki, mən 10 dəqiqədir ki, danışıram. Bunu artıq bitmiş daim ilə deyirəm. Olur, I have been speaking for 10 minutes olur ki, mən 10 dəqiqədir ki, danışıram. Burada nə anlayırıq? Anladığımız şey odur ki, mənim üçün hərəkətin 10 dəqiqəsi artıq bitib, amma hərəkət hələ də davam edir. Yəni, hərəkətin 10 dəqiqəsi mənim üçün bitib, amma hərəkət özü yenə davam edir. Yəni, bu hallarda artıq biz sadə daim zaman yerinə nədən istifadə edirik? Bitmiş daim zamandan istifadə edirik. Anlaşıldım nədir? Yəni, bu dəqiqə mən yenə danışıram, amma hal-hazırda danışıram, yəni deməyim I am speaking-dir. Amma mən 10 dəqiqədir ki, 1 saatdir ki, danışıram, artıq bu bitmiş daim zamandır. Çünki mənim üçün o müddət bitib, amma yenə hərəkətə davam edirəm. Yəqin ki, aydındır. Yəni, biz bunu necə fərqləndirəcəyik? Çox sadə yolla. Yəni, əgər cümlədə for-la ya da since-lə zaman anlayışı görsəniz, müddət anlayışı görsəniz, bu halda biz sadə daim ediciləri seçməyəcəyik, əvəzini nəyi götürəcəyik? Bitmiş daim ediciləri. Baxın, indi nümunələrə baxaq. I have been playing football for 2 hours. Mən 2 saatdir ki, futbol oynayıram. Yəni, 2 saatımı bitirmişəm, amma yenə də yorulmamışam, oynamağa davam edirəm. O anlama gəlir. Keçmiş bitmiş daim edicidə. Məsələn, I had been playing football for 2 hours when she came. O gələndə mən 2 saat idi ki, futbol oynayırdım. Yəni, dostum Tulaş gələndə mən 2 saat idi ki, futbol oynayırdım. Yəni 2 saat bitmişdi mənim üçün, amma yenə futbol oynamağa davam edirdim. O anlama gəlir. Gələcək bitmiş daim zamanda yenə eyni mahiyyətlidir. Amma lakin bizim dilə tərcüməsi yoxdur. Amma qəribə olsa da bir tərcümə edə bilirik. I will have been playing football for 2 hours when she comes. O gələndə 2 saat olacaq ki, mən futbol oynamaqda olacam. Yəni, bu qəribə səslənməsinin birinci səbəbi, çünki bizim dildə bu qədər zaman anlayışı yoxdur. Sadəcə amma mahiyyətini anlaya bilirik ki, yəni, filan kəs gələndə mən 2 saat futbol oynamaqda olacam deyir. Yəni, 2 saatımı bitirəcəm, amma yenə oynamağa davam edəcəyimi vurğulayır burada. Yəni, option bir daha desək, sadə daim zamanda hərəkəti görürük, amma bitmiş daim zamanda hərəkəti həm görürük, həm də nə qədər davam etdiyini də zamanla olaraq görə bilirik. Yəni, müddət də olur. Yoldaşlar, bu elə qısa bir məlumat idi zamanlarla bağlı. Ümumi olaraq zamanlarla bağlı geniş məlumat istəyirsinizsə, yəni ayrıca hər bir zamana dair geniş izah var. Onu şəxsdə yaza bilərsiniz, mən sizə göndərərəm. İndi isə zamanlarla bağlı testləri necə işləyərək, orada nələrə diqqət eləmək lazımdır, öncəliklə onlarla tanış olaq. İndi başlayaq. Dərsin əsas hissəsi indi bundan sonra başlayaq. Demək, birinci növbədə yoldaşlar, zamanlarla bağlı testləri işləmək üçün 3 dənə mürəkkəb cümlədə zaman uzlaşma qaydalarını bilmək lazım. Birincisi, şərt budaq cümləsi. İkincisi, zaman budaq cümləsi. Üçüncüsü,
tamamlıq budaq cümləsidir ki, bu üçündəki zaman uzlaşma qaydalarının öncəliyini anlamaq lazımdır ki, və biz zaman testlərini səhvsiz işləyə bilək. Birinci növbədə başlayırıq şərt budaq cümləsindən uzlaşma qaydaları necə olur? Düz ingilis dilində şərt budaq cümləsinə bağlı uzlaşma qaydaları çoxdur. Amma xoşbəxtlikdən sizə çox da dərinə salmırlar. Yəni, səthi olaraq bir neçə hissəsini deyirlər, keçirlər. Yəni, əsas 3 formasını bizə verirlər. Birinci, şərt budaq cümləsində ya hər iki tərəf present simple, indiki sadə verirlər. İkincisi, ya if-dən sonra, yəni budaq cümlə tərəfdə indiki sadə, baş cümlədə isə shall will verirlər, yəni gələcək sadə işlənir. Üçüncü hal isə nədir? If-dən sonra keçmiş sadə yazırlar, amma baş cümlədə isə nə yazırlar? Should, would yazırlar. Burada əsas bilməli olduğunuz tək bir şey məqam var. Yoldaşlar, bu shall will yadda saxlayın, indiki zamanla uzlaşır. Should, would isə past, keçmiş zamanla uzlaşır. Və shall will-ə biz ingilis dilində əslində belə deyirlər. İndikiyə nəzərən gələcək zaman, amma should, would-a isə deyirlər keçmişə nəzərən gələcək zaman. Yəni, amma bizdə öyrənirik, shall will-i öyrənirik, sadəcə gələcək zaman öyrənirik. Amma əslində tam adı elə deyil. Tam adı belədir ki, shall will indikiyə nəzərən gələcək zamandır, should, would isə keçmişə nəzərən gələcək zamandır. Yəni, bu şəkildə yadda saxlasanız, fərqləndirə bilərsiniz. Yəni, qısaca shall will indiki ilə uzlaşacaq, should, would isə keçmişlə uzlaşacaq. İndi gəlin bu cümlə quruluşlarının mənalarına baxaq. Birinci, əgər if, bu arada if şərt bağlayıcımızdır ki, mənası nə deməkdir? Yəqin ki, hamı bilir, çox da vurğulamaq istəmədim, əgər deməkdir. Birinci, indiki sadə hansı hərəkətləri göstərir? İndiki sadə, belə deyək də, vərdiş halına düşmüş ya da məsləhət xarakterli hərəkətlərdə istifadə olunur. Məsələn, you get wet if you stand in the rain. Yağışda dayansan, islanarsan. Elə bir məsləhət ya da atalar sözləri kimi ya da ümumi hamı tərəfindən bilinən bir həqiqət kimi də düşünə bilərsiniz bunu. Yəni, yağışda dayansan, islanarsan. Məlumdur. İndiki sadə. İkinci hərəkətlər bizə nəyi göstərir? Ehtimalı olan, yəni baş vermə ehtimalı olan hərəkətləri göstərir. Yəni, ehtimalı olan hərəkətlər. Məsələn, they will miss the train if they don't hurry. Onlar tələsməsələr qatarı qaçırdacaqlar. Yəni, burada qatarı qaçırmaları həm mümkündür, həm də qeyri-mümkündür. Yəni, qaçırda da bilərlər, qaçırmaya da bilərlər. Yəni, hadisənin baş vermə ehtimalı var. Yəni, gələcəkdə baş vermə ehtimalı olan hərəkətlərdə ikinci quruluşdan istifadə edirik. Bəs üçüncü quruluş hansı hərəkətləri göstərər bizə? Xəyali hərəkətləri. Xəyali. Məsələn, I would buy a new house if I had enough money. Kifayət qədər pulum olsaydı, yeni ev alardım. Fikir verirsiniz, pulum olsaydı, ev alardım, pulum olsaydı, maşın alardım. Bu kimi şeyləri, cümlələri məncə tez-tez qurursunuz. Vaxtım olsaydı, dərs oxuyardım, və s. Pulum olsaydı, bahalı bir maşın alardım. Bu kimi cümlələri tez-tez qurur. Bunlar nədir əslində, yoldaşlar? Xəyaldır, xəyali hərəkətlərdir. Demək, xəyallarımızı necə qururuq ingilis dilində? Past simple və should, would, üstəgəl verb 1-in köməkliyi ilə qururuq. Yəqin ki, mənaları da aydındır. Amma əsas biz burada nəyə diqqət edəməliyik, yoldaşlar? Zaman uzlaşmalarını təbii ki. Bilən burada önəmli bir hissə var, onu öncəliklə ifadə edeyim. Yoldaşlar, mürəkkəb cümlələrdə budaq cümlə, bir də baş cümlə anlayışı var. Yadda saxlayın, budaq cümlə hər zaman bağlayıcı, yəni bağlayıcı qarışıq. Bağlayıcı və bağlayıcıdan sonraki hissə olur nə? Budaq cümlə. Amma digər cümlə isə nə sayılır? Əsas cümlə. Ya da ki, baş cümlə deyə bilərsiniz.
Əsas cümlə ya da baş cümlə. Yəni fərqli ədəbiyyatlarda fərqli şəkildə yazılır. Demək, if-dən sonrakı tərəf nədir? Burada budaq cümlədir. Demək, if-dən sonrakı tərəf bura nədir? Budaqdır. Bunlar nədir? Budaqdır. Digər cümlə isə nədir? Əsas cümlə, yəni baş cümlədir. Yəqin ki, bunu fərqləndirə bilərik. İndi belə bir şey deyim. Bəzən biz özümüz də danışıq zamanı budaq cümləyə, baş cümlənin yerini dəyişirik. Götürük budağı başda deyirik. Məsələn, buradakı cümlələrdə də biz burada budaq cümlələr götürüb başda deyə bilərik. Amma burada budaq cümləni əvvəldə deməyimiz qaydada heç bir dəyişiklik yaratmır. Yəni biz nə edirik əslində? Buradakı if-dən sonra gələn tərəf yoxdur. Bunu elə bil götürürsünüz yoldaşlar, bunu götürürsünüz, keçirirsiniz qarşıya. Burada yazılan şeyləri isə nə edirsiniz? Götürürsünüz buradan, keçirirsiniz digər tərəfə. Məncə çox bəsit, aydın məsələdir. Gəlin bu yerlərini dəyişək. Bax, dəyişdik. Amma qayda dəyişmədi. Yenə if-dən sonra indiki sadə və keçmiş sadə işləndi. Amma gələcəklər harda işləndi? Digər cümlədə işləndi göründüyü kimi. Bax, indiki sadə shall will, keçmiş sadə should would nədir? İşləndi. Bax, yenə həmin cümlələri bax bir daha təkrarlayaq. If you stand in the rain, you get wet. Dayansan, islanarsan. Bura artıq nə sayılır? Birinci gələn budaq cümlə sayılır. Bəs bura nə sayılır? Baş cümlə. If they don't hurry, onlar tələsməsələr qatarı qaçırdacaqlar. Yenə eyni anlama gəlir. Yenə bu isə budaq cümləmizdir, digər baş cümləmiz. Ya da if I had enough money, I would buy a new house. Pulum olsaydı yeni ev alardım. Yenə if olan tərəf nədir bura? Yoldaşlar, budaq cümlədir. Yaxşımı? Budaq cümlə. Amma digər tərəfimiz nə cümləsidir? Baş cümlə. Yəni budaq cümlə, baş cümlə anlayışın yəqin ki, hamıya aydındır. Yadda saxlayaq ki, bağlayıcı olan tərəf, bağlayıcı olan cümlə olacaq budaq cümlə, digər tərəf isə olacaq baş cümlə. Burada isə nə idi yoldaşlar? Tamam tərsinə idi. If-dən sonraki tərəfimiz nə idi? Budaq cümləmiz idi. Digər tərəfimiz isə nə idi? Bu hissə isə nə idi? Baş cümlə idi. Məncə fərqləndirə bilirik artıq. Və bir daha indi fikir versək, if-dən sonra biz hansı zamanlar işlətdik? İndiki sadə, keçmiş sadə. Amma nəyi işlətmədik? Gələcəyi işlətmədik. Bəli. Gələcəyi biz harda işlətdik biz? Digər cümlədə işlətdik. Lap elə yerin də dəyişəndə, bax göründüyü kimi, yerlərin də dəyişəndə biz budaq cümlədə yenə də indiki sadə, keçmiş sadə işlətdik. Gələcək harda işləndi? Yenə digər cümlədə, baş cümlədə işləndi. O zaman buradan özümüz üçün belə bir qayda çıxarda bilərik də, yəqin ki, şərt budaq cümləsində if-dən sonra nə işlənməz? Gələcək zamanlar işlənməz. Yəni, bunu qayda kimi qeyd edə bilərik. Şərt budaq cümləsində if-dən sonra gələcək zamanlar işlənməz. Yoldaşlar, bura kimi sualı olan var. Yoxsa indi gəlin dediklərimizi test üzərində tətbiq edək. Birinci sual. Sizcə doğru cavab hansıdır? Y variantıdır mı? Bəli, Y variantıdır. Demək, yoldaşlar, budaq cümlə hansı tərəfdədir? Əvvəlcə budaq cümlə fərqləndirək. Birinci tərəf, düzdürmü? If olan tərəf. Bu hissə nədir? Bu hissə isə baş cümlədir. Buramız budaqdır. Digər tərəf isə nədir? Baş cümlə. Məncə burada artıq sıxıntı yoxdur. Başla budağı fərqləndirə bilirik. Və fikir versək, baş cümləmizdə hansı zaman yazılır? Will have, gələcək. O zaman budaq cümləmizdə hansı zaman olmalıdır? İndiki. Bax, gördük, yəni gələcəyini indiki uzlaşır. İndiki zamanda təkcə bir dənə variant da var. O da hansı variant? Y variantı, catch. Yəqin ki, hamıya aydındır. Və yaxud da bu suala belə də yanaşa bilərdik. Budaq cümlədə dediyi hansı zamanlar işlənməz? Gələcəklər. Bax, willləri sildim, would-ları sildim. Had keçmişlə də will uzlaşmaz. Bu da etdi. Yenə nə qalır? İndiki ilə gələcək qalır. Yəqin ki, hamıya aydındır. Sonra bu suala baxaq.
Burada da 7 müəllim. Bəli. Və burada yenə budaq cümləmiz başda yazılıb. Budaqda nə işlətmərəm? Gələcəkləri. Onda would getdi, gələcəkdir. Will getdi, gələcəkdir. Did will Bəli, uzlaşmaz. did Həzdən keçmişlə bəli, did keçmişlə will uzlaşmaz. Has indiki ilə də did keçmiş uzlaşmaz. Doğru cavab qalır Y. Does indikidir, will də gələcək zamanıdır. Deyə o taksi tutmasa qatarı qaçırdacaq. Burada baxaq. C C variantı. var. B'dir yoxsa? B. D. D. Burada budaq cümləmiz hansıdır? Bu isə if-dən sonraki tərəfdir. Düzdürmü yoldaşlar? Budaq cümləyi hansı zaman yazmırdıq yoldaşlar? Gələcək. Burada gələcəksən. Ay, sonunda gələcək olmasa mən willləri, would-ları buradan silirəm. Razısı bundan. Bunlar getdi. İndi uzlaşmaya baxıram. Və məsələn, A variantı will gələcəklə word keçmiş uzlaşarmı? Uzlaşmaz. Word nə ilə uzlaşırdı? Would-la uzlaşırdı. Bayaqlar onu qeyd eləmişəm də orada. Ya da bir daha deyim. Bax, will yoldaşı, will indiki ilə uzlaşar. Yəni indiki zamanlarda uzlaşacaq. Would isə hansı zamanlardan uzlaşacaq? Keçmiş. Keçmiş. Bu qədər sadə. Yəni word ilə will uzlaşmaz. Sonra Y variantında keçmiş yazılır. Amma şərt budaq cümləsi keçmiş deyə uzlaşma yoxdur. Yəni if-dən sonraki tərəf keçmiş olanda bu tərəfdə would yazırdıq. Baxın bir daha siz baxın görün. Bir də burada. Təmizləyək. If-dən sonra indiki zaman olanda shall will, keçmiş olanda isə nə işlənirdi? Should would. Da keçmiş işlənmirdi. Madəm elədirsə, indi qayıdıram sualımıza. Buradaydı da. Hə. Y variantına baxın. If-dən sonra keçmişdirsə, burada keçmiş olmaz. Keçmişin əvəzində nə olmalıydı orada? Would be. Bu variantda getdi. Nə qalır cavab? C. Will gələcək, are da indiki. Gələcəyin indiki uzlaşır. Yəqin ki, aydındır. İndi bu suala baxaq. C'dir müəllim. Bəli, doğrudur. Yoldaşlar, burada if-i görürük də, yoldaş. Yəqin ki, if-dən sonra gələcək zaman işlənməz. O zaman will-ləri sildim, will-lər getdi. D ilə Y variantını silirəm. Bura kimi sual olan yoxdur ki. İndi baxıram digər variantlara. Məsələn, B variantı control it idi, keçmiş, die indiki. Keçmişlə indiki də uzlaşmaz. Bu da etdi. Qaldı, A variantında da yəni keçmişlə gələcək uzlaşmaz. Bu da etdi. Qalır nə variantı? C. Burada is indiki zamandır, will də gələcək zamandır. Deyir ki, seçilənməyə nəzarət edilməsə, heyvanlar onun ucbatından öləcəklər. Doğru cavab C. Şərt budaq cümləsi ilə bağlı sualı olan var. Yəni, qaranlıq qalan nəsə varsa deyin. Yoxsa yoldaş, siz gəlin bir daha son dəfə təkrarlayaq. Yəni, özüm yavaş-yavaş danışdım ki, tələsmədən bir daha tam aydın olsun. Demək yoldaşlar, şərt budaq cümləsi indiki sadə ilə indiki sadə uzlaşacaq. Ya da ki, indiki sadə ilə gələcək sadə, yəni shall will, keçmiş sadə ilə də should would uzlaşdıracağız. Amma if-dən sonraki tərəfdə indiki, keçmiş işlənir. Nə işlənməz? Gələcək işlənməz. Gələcəklər harada işlənər? Baş cümlədə işlənər. Yəni, budaq cümlədə if-dən sonraki tərəfə gələcək yazmayacaq. Bu qədər sadə. Bir dənə bunu yazsa, indiki sadə ilə shall will, keçmiş sadə should would uzlaşır. Ya da indiki sadə də ola bilər. Düzdür, birinci versiya çox da düşmür, qarşımıza çıxmır. Əsas ikinci və üçüncü çıxır ki, indiki sadə shall will ilə, keçmiş sadə də should would ilə uzlaşır. İndi gəldik zaman budaq cümləsinə yoldaşlar. Başlayaq. Zaman budaq cümləsi. İngilis adı time clause-dur. Ümumiyyətlə, əvvəlcə bir şey deyək. Ya da sonra deyək. Zaman budaq cümləsində birinci növbədə gəlin uzlaşma qaydalarına baxaq. Zaman budaq cümləsi uzlaşma qaydaları belədir ki,
indiki sadə ilə, yəni üzr istəyirəm, indiki zamanlarla uzlaşır. Gələcək zamanlar da yenə indiki ilə uzlaşır. Keçmişlər isə keçmişlərlə uzlaşır. Yəni bax, bir daha təkrar edeyim, bax. İndiki olur. Keçmiş olur. Amma da gələcək olmur. Gələcək indiki olur. Başa düşdünmü? Yəni indiki, keçmiş, gələcək yox, gələcək indiki olur. Yəni gələcək indiki söhbəti elə bir şərtdə gördüyünüz kimidir. Yəni başda gələcək yazılır, amma budaqda gələcək yerinə indiki yazırsan. Həmin şeydir. Yaxşı. Öncəliklə baxaq görək zaman bağlayıcılarımız nələrdir? Zaman bağlayıcılarımız aşağıdakılardır. Birincisi when, and then. Bir dəqiqə üzr istəyirəm burada. Davam edək yoldaş. Donmuyor. Yox. Bir dəqiqə üzr say. Kiçik bir problem yaşandı. Demək, zaman bağlayıcılarımız hansılardır yoldaşlar? Birincisi when, and then. İkincisi while, arkən, ərkən. Üçüncü as, arkən, ərkən. As soon as kimi. As soon as-i bəzən tələbələr tezliklə tərcümə edirlər, tezliklə deyil. Və istəyirsə tezliklə də soon ayrıca olaraq tezliklə deməkdir. Amma as soon as üçü bir yerdə kimi mənasını verir. Yəni bir şey olan kimi növbəti bir şey oldu. Məsələn, o gələn kimi dərsini oxudum. O gələn kimi partiya başladı. O anlamda. Sonra till, until qədər. Sonra by the time qədər. After sonra. Before əvvəl. Bir də since bəri. Bunlar yoldaşlar gördükləriniz hamısı zaman bağlayıcılarıdır. Burada sadaladığımız qaydalar sinsi çıxmaqla hamısına aiddir. Bir dənə sinsi çıxmaqla. İndi baxaq, zaman budağı cümləsi öncəliyinə nədir? Zaman budağı cümləsi mürəkkəb cümlədə zaman zərfliyi yerində işlənib. Nə vaxt, nə zaman sualına cavab verən cümləyə deyilir. Baxın, indi əyani şəkildə baxaq. Dinner will be ready when you come. Deyirəm, yemək hazır olacaq sən gələndə. Sual verin, yemək hazır olacaq. Sual verin, nə zaman sən gələndə. Bax, mürəkkəb cümlədə nə zaman, nə vaxt sualına cavab verən cümləyə biz deyəcəyik zaman budaq cümləsi. Və digər hissə isə cümlənin yerdə qalan hissəsi nə sayılır? Baş cümlə sayılır. Yəni, when olan tərəf budaq cümlədir, digər tərəf isə baş cümlə sayılır. Bu şərtdə gördüyümüz kimi də yoldaşlar. Amma bir məsələ var. Biz şərt budaq cümləsində baş cümlə, budaq cümlə yerini dəyişə bilirdik də, düzdürmü? Bunu eyni zamanda da eləyə bilərik. Yəni, burada yenə budaq cümlə ilə baş cümlə yerini dəyişə bilərik.
Əvvələ keçirirəm when you come. Sən gələndə dinner will be ready. Yemək hazır olacaq. Məna dəyişirmi? Xeyr, dəyişmir. Yəni biz də işlədirmi? Bəli, işlədirik. Yəni bax, hər iki halda deyə bilərik. Yemək hazır olacaq sən gələndə, ya da sən gələndə yemək hazır olacaq. Amma budaq cümlə hər zaman nə sayılır? Bağlayıcıdan sonraki tərəf. Bağlayıcıdan sonraki tərəf budaq cümlədir. Yəni bax, bu when olan cümlə budaqdır. When olan cümlə budaqdır. Digər cümlələr isə nədir? Baş cümlələrdir. Məncə bunu fərqləndirərsiniz. İndi yaxşı yoldaşlar, burada bir-iki dənə qaydamız var, onu əlavə eləyək. Dedik ki, zaman budağı cümləsi ümumi uzlaşma necə olur? İndiki zamanla indiki zamanlar, keçmişlərlə keçmişlər, gələcəklərlə gələcəklər olmur. Gələcəklərlə nə olur? İndikilər olur. Və biz gələcəyi hara yazırıq? Baş cümləyə, amma budağa yazın. Budaqda indiki ilə ancaq keçmiş olur. Onda deyə bilərik ki, zaman budaq cümləsində, yəni budaq cümlə tərəfdə nə işlənməz? Gələcək zaman işlənməz. Biz continuous də yazmışam, bu ehtiyac yoxdur. Bunu bu gün üçün zəruri deyil, bilməyiz. Elə bizdə nə yadda salın, gələcək zamanlar işlənməz. Sonra bu hissədə, bu qaydada elə vacib deyil, yəni bu gün üçün yəni elə vacib deyil. Əvvəllər deyirdim, ehtiyac yoxdur artıq. Yəni budaq cümlədə yadda saxlayın ki, təkcə gələcək zamanlar işlənməz. Çünki indiki, keçmiş, gələcək indikidir. Gələcək başda işlənir, budaqda işlənməz. Budaqda gələcəklə işlənir. Sonra üstəlik, budaq cümlədə başqa nə işlənməz? Bitmiş zamanların heç biri işlənməz. Baş cümlədə isə bitmişlərdən sadəcə indiki bitmiş işlənməz. Bunu yadda saxlasaz kifayətdir. Yəni zaman testlərini işləmək istəyirsinizsə, 90% üçün, yəni bunu bilməyiniz elə yetərlidir. Aydın oldu mu? Baxın, bir daha izah edirəm. Zaman budağı cümləsi uzlaşma belə olur. İndiki, keçmiş, gələcək indiki. Amma gələcək başda işlənir, budaqda işlənmir. Ona görə burada budaqda gələcəyin üzərinə xətt çəkmişəm. Sonra bir dənə ekstra əlavə, bir dənə bunu yadda saxlayın ki, budaqda bitmişlər də işlənməz. Nə keçmiş, nə indiki, nə də gələcək. Heç bir bitmiş işlənməz. Baş cümlədə isə indiki bitmiş işlənməz. Bunu bilsəz kifayətdir. İndi gəlin bunları test üzərindən tətbiq edək. Sizcə bu sualın cavabı nə olar? B variantı mı? Yox. Birinci baxın D buraya. variantı müəllim. Nə variantı? D. Bəli, D variantı. Bəli, doğru, D var. Burada zaman budaq cümləsidir. Budaq cümləmiz tildən sonraki tərəfdir, düzdürmü? Budaq cümlə nə işlətməliyik? Gələcək zamanlar, bir də bitmiş zamanlar. Sildimi bunlar? Sonra ona denən bir yerə getməsin. Ona denən hansı zamandır? Əmr cümləsi indiki zamandırsa, o zaman keçmişlə uzlaşma stop getdi. İki dənə variant var. Is stopla stops. Is stop məhsul növün quruluşudur. Bura uyğun gəlməz. Yağış dayandırılmaz. Yağış özü dayanır. Ona görə də nə götürürük? D variantı stops. Ona deyin bir yerə getməsin, yağış dayanana qədər. Gəlin növbəti suala baxaq. Burada da mənim Y variantı. Niyə? Bəli, elədir. Bax, burada when budağı cümləmizdir. When-dən sonraki tərəf. Budaq cümlədə gələcəklə bitmişlər işləməz. Bax, gələcəkləri sildim. Had come-da bitmişdir. Bu da getdi. Shall gələcək zamandır. Gələcəklə də indiki uzlaşır. Comes, came. Come indiki, came də keçmiş zaman formasıdır. Onda cavab götürür Y variantı. Bəli. Sonra növbəti. A olacaq müəllim. A variantı. Bəli, qəşəng. Bax, burada bağlayıcımız until-dir. Budaq cümlədə nə işlətmərəm? Gələcək zamanlar işlətmərəm. Will getdi, would getdi. Bu won't yazılan will notun qısa forması. Bunlar getdi.
Aynen Y qalır. Burada artıq tərcüməyə baxıram. Deyir, sən burada oturmalısan, o qayıtmayana dək, yoxsa qaydana dək. Məntiqən qayıtmayana dək yox, qaydana qədər desək daha düzgündür. Doğru cavab A. Müəllim, Bəli, biz budaq cümləni əgər bağlayıcımız əvvəldə gəlibsə, onda budaq cümləni ilk hissə götürürük də bağlayıcıdan sonra gələn. bəli, elə də. Bəli, elə də. Bəli. İndi bura baxaq. D variantı. Ee, Hı? C. C doğrudur. C variantı. Burada bağlayıcımız yoldaşı nədir? While'dır. Daha cümlədə nə istəmiş? Gələcəyin bitmişdir istəmiş. Təzmin bitmişdir. Bu da yetdi. Bunu cavabı C. Yəni bax, bayaq dediyim qaydaları çox incə bir qaydadır. Yoldaşlar gələcək zamanlar ilə bitmiş zaman. Yəni gələcək ilə bitmişlər yanlış. Evet, sola baxaq. Nə olar burada? Y variantı yoksa? Y B olar. variantıdır müəllim. B variantı. B. Bağlayıcımız nədir? Sağ While'dır. While nədir? Arkan erkən demək. İndi uzlaşmaya baxıram. A variantı has indikidir, did keçmiş zamandır. İndiki ilə keçmiş uzlaşmaz. C-də has indikidir, was keçmişdir. İndiki ilə keçmiş uzlaşmaz. Y-də both birisi nəyin keçmiş idi? Buy almaq feilinin keçmiş idi. Keçmişlə is indiki uzlaşmaz. Yenə Y-də də both keçmişdir, has indikidir. Yenə keçmişlə indiki uzlaşmaz. Doğru cavab qalır B variantı. Both keçmişdir, was doing də keçmiş davam edici zamandır. Və tərcüməsi də belə alınır ki, deyir, Alison bir neçə kofta aldı. She was doing shopping. O alış-veriş edərkən bir neçə kofta aldı. Növbəti suala baxaq. A variantı. Y variantı. A variantı. A variantı kim deyir? Bir dənə baxım. Kimdədir? Y variantı. Ben dedim Məlim Gülnar. Gəlinlər, A variantında bax bir şey deyim. Gəlin burada əvvəlcə bağlayıcımızı müəyyən edək. Bağlayıcımız nədir? As soon as. Əslində. As soon as nə deməkdir? Kimi deməkdir. Zaman budaq cümləsi adi uzlaşma qaydaları nələrdir? İndiki ilə indiki uzlaşır. Düzdürmü? Keçmiş ilə keçmiş uzlaşır. Gələcək ilə də indiki uzlaşır. Bunu qəbul edirik də, düzdürmü? Madem elədirsə, bax, burada recognize yazılıb, id artırılıbsa feilin sonuna. Səncə o hansı zamandadır? Geçmiş. Bəs has hansı zamandır? İndiki. Yəni, amma has appeared ikisi bir yerdə nə sayılır? İndiki bitmiş zaman. Yəni, ümumi olaraq zaman hansı zamandır? İndiki zamandır. Qəbul edirsən də bunu? Bəli, bəli. Keçmişlə indiki uzlaşmaz. Yəni, A variantı deyə bilməzsən. Amma bu suala belə yanaşar. Gəl, budaq cümlədə biz hansı zamanları işlətmirik? Budaqda nələr işlənmir? Gələcək ilə bir də bitmişlər işlənməz. Və burada will appear gələcəklərdir. A-da has appeared də bitmiş zamandır. Bunları çıxdım. Qalır indi 2 dənə variantımız qalır. Və burada da B variantına bax. B variantı have hansı zamandır? İndikidir. Appeared burada sonunda id var. Hansı zamandır? Keçmiş. İndiki ilə yenə keçmiş uzlaşmaz. Bu da 7. Doğru cavab nə qalır? Y. Aydın oldu. Y-də də onda keçmişlə keçmiş uzlaşır. Bəli, əlbəttə uzlaşır. Yəni keçmişlə keçmiş uzlaşır. İndiki ilə də indiki uzlaşır. Gözümün qabağında görmürəm. Eyb yox, canı sağ olsun. Yəni deyir ki, qonaqlar onu tanıdılar, o görünən kimi. Yəni keçək növbəti suala. Burada baxaq nə olar.
A variantı. C variantı kimə? B variantı. Hə, bir dəqiqə. Sual itirdim. Hə. Cavab B variantı. Hə. Yoldaşlar, budaq cümləmiz hansı tərəfdədir? Baba, birinci tərəfdədir. Budaq cümlə bu hissədədir. Yəni artıq birinci tərəfimiz budaqdır, digər tərəfimiz isə baş cümlə sayılır. Yaxşı, budaqda nə işlətməzdik? Gələcək zaman. Gələcəklə bitmişdə. Bitmiş. Onda D variantı will meet, Y variantı will meet getdi. Bunlar gələcəklərdir. Sonra A variantı have met, indiki bitmişdi. Bunlar getdi. Yəqin ki, bunlardan razısınız. Bunları silirik, getdi. Sonra qaldı 2 dənə variantımız B və C. C variantında met yazılır. Met hansı zamandadır sizcə? Keçmiş. Keçmiş. Bəli. İndiki zaman forması nədir? Meet. Meetin keçmişi nə olur? Met olur. Yəni to meet görüşməkdir. 2 i ilə yaz, yəni 2 Azərbaycan dilində desək belə 2 e ilə yazılır. Keçmişlə və üçüncü formada isə 1 e ilə yazılır. Amma əslində ingiliscə 1 i ilə yazılır. Deməli, met hansı zamandadır? Keçmiş. Has hansı zamandır? İndiki. Yəni keçmişlə indiki uzlaşmaz. Bu variantda getdi. Doğru cavab qalır B variantı. Bu qədər sonra. Keçmiş. Müəllim, Bəli. həd nə vaxt özünü inkar edə bilmirdi? Sualı bir daha təkrarla. Həd nə vaxt Həd- özünü inkar edə bilmirdi? Özünü inkar eləmir, modal feil kimi, bir də əsas feil kimi işləndiyi halda. Bitmiş zamanlarda, ancaq bu belə deyək də, yalnız bitmiş zamanlarda özündən sonra üçüncü formalı feil gəldiyi halda özünün inkarını yarada bilir. Amma qalan hallarda özünü inkar yarada bilmir. Yalnız bu halda özündən sonra üçüncü formalı feil gəldiyi halda özü inkar yarada bilir. Qalan digər hallarda özü inkar yaratmır. Çox sağ ol. Buyur. Yoldaşlar, bu sualı burada əslində başqa cür də həll edə bilərdik. Necə? Bu cümlənin sonunda fikir verirsəniz, yet deyə bir ifadə var. Yet nə deməkdir? Hələ də deməkdir. Və zaman testlərində və dimin zaman testlərində əslində, bunu xüsusən vurğulamaq istəyirəm. Dimin zaman testlərində yeti verirlər nə ilə? Bitmiş inkarlarla. Yəni yet olan cümlədə mütləq ki, bitmiş inkar işlənməlidir. Yəni haven't, hasn't ya da hadn't verb. Yəni cümlə sonunda siz bu yeti görsəniz, axırda nöqtə ilə bitibsə əgər, onun qarşısındakı cümlədə böyük ehtimal ki, ya haven't, ya hasn't, ya da hadn't verb işlənəcək. Yəni bitmiş inkar olacaq. Buna nəzərinizdə qalsın. Və məhz bunun üzərindən yanaşsaydınız, bitmiş inkar, baxın, harada bitmiş inkar var? Yəni bir dənə variantda bitmiş inkar. Haradadır? Yəni belə də yanaşsaydınız. Bu arada bu cümlənin ilk dəfə qarşılaşanda almışdı. Hələ də Harvardda məzun olmamış. Doğru cavab C. Yəqin ki, aydındır. Gəlin başqa bir sual verək buna bənzər. Doğru cavab A var. variantıdır müəllim. Bəli, A variantı. Baxın, yoldaşlar, bunu yet üzərindən gəlin həll edə bilərik əslində. Yet varsa bitmiş inkar. Bitmişdi, amma inkar deyil. Bitmiş deyil. İki dənə variantda bitmiş inkar var. A-da, bir də C-də. Amma məsələ odur ki, bu dal cümləyə biz nə yazırıq? Gələcək yazırıq. O zaman nə qalır? A variantı qalır. Gələcək normal qaydada necə işləyə bilərsiniz? O zaman Mən bir dənə sual verə bilərəm. Buyurun. Buyurun. Dedik həz özü inkarlıq yaratmır da. Bu gün sınaqda mən but Helen has not götürmüşdüm, düz olmuşdu. Has not Ayzəni yazmamışdım. İnkarlıq yaratmır deyə. O ayrı bir şeydir. O kısa cevaptı. Onu ayrıca açacağız. Biz zaten öyle bir şey demedik bu dakika. Hə. Dedik has not inkar yazmıyor. Have has özündən sonra üçüncü formalı feil gəldiyi halda sual və inkarın özü yaradır. Belə dedim. Qalan hallarda sual və inkarın özü yaratmır dedim.
Aydın oldu. Hmm. Bu Ə, arada 11 düz yazmışam ilk dəfədə. Sənə görə yaxşıdır. Hə, Yəni bilirəm də sənə görə çox yaxşıdır. İnşallah daha da yaxşısını yazarsan. inşallah. Davam edək yoldaş. İndi bu sualı bu zaman budaq cümləsində bu şəkildə yanaşaq. Budaq cümləyə işlənməz gələcək zamanlarına bitmiş zamanlar. Bax gələcəkləri sildim. Sonra nə edirik yoldaş? Adi qaydada uzlaşmaya da baxa bilərik. Bax B variantı begins indikidir, did keçmişdir. Uzlaşma yoxdur, getdi. A ilə D variantı qalır. Burada isə artıq keçmişdir. Amma biri təsdiq, biri inkardır. Amma yet olanda bayaq dediyi nə olmalıdır? İnkar. Amma burada təsdiq yazılıb. Zaten mənadan da çıxarda bilərdiniz ki, yağış yağmağa başlayır.